Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembridj məktəbinin şagirdlərinə yeni dərsliklər təqdim edilib. Bu addım Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası çərçivəsində atılıb. Təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev şagirdlərlə görüşərək məktəbin fəaliyyətindən və görülən işlərin əhəmiyyətindən bəhs edib. O bildirib ki, məktəbin Kembridj beynəlxalq təhsil sisteminə əsasən fəaliyyət göstərməsi təhsilin beynəlxalq standartlara uyğun təşkilinə və keyfiyyətin yüksəldilməsinə xidmət edir. Rektor məktəbin müasir tədris laboratoriyaları, kitabxanası, idman meydançaları və imtahan mərkəzi ilə təmin olunmasının şagirdlərin həm akademik uğurlarına, həm də fərdi inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Təqdim olunan dərsliklər Kembridj kurikulumuna uyğun olaraq hazırlanıb və şagirdlərin beynəlxalq imtahanlara daha təcrübəli formada qatılmasına şərait yaradacaq. Bu günədək həmin şagirdlər həmin dərsliklərin digital resurslarına əldə edib onlardan istifadə edirdilər, hansı ki biz tərəfdən bu təmin olunmuşdu. Eyni zamanda ötən günlərdə şagirdlər üçün xüsusi çox funksiyalı planşetlər də təqdim olunmuşdu ki, həmin resurslardan asanlıqla istifadə, eyni zamanda bütün resurslara əlçatanlıq təmin edilmişdir. Düşünürük ki, bu tipli tədbirlər müxtəlif respublikada orta təhsilin inkişafında, xüsusən də xaric dilli şagirdlərin yetişməsində və beynəlxalq təhsil platformalarına inteqrasiyasında mühüm və əlamətdar bir hadisə olacaqdır. Şagirdlərimiz bu kitabları düzgün şəkildə, yaxşı şəkildə mənimsədikdən sonra Kembridjin tələb etdiyi müxtəlif imtahanlardan uğurla keçə biləcəklər. Eyni zamanda da beynəlxalq olimpiyadalarda birbaşa hazırlığını təmin edəcək bu dərs vəsaitləri. Mən sevinirəm ki, bugün bizim Kembridj kitabları gəlibdir və onlar bizim üçün çox lazımlıdır. Çünki biz onları dərsdə daimi istifadə edirik və bu bizim gələcəyimiz üçün çox lazımdır. Bugün bizə kitablarımız paylandı. Bu bizim üçün çox vacibdir. Çünki iş dəftərlər də var idi onlarla bir yerdə. İş dəftərlərində biz çalışmalar edirik.